aiddir. Görsən evdə anon oturub o qədər qonşun qeybətini qırıb ki, evinə kələ soxdu, bunu soxdu. Varaq elə kantujunu qaşqaldaq bibilər. Sən də ondan götürmüsən. Səni qınamıram. Evindəkin tərbiyəsi, mədəniyyətidir. Bu indikilərin sözüdür, kələ sözü, köhnənin sözüdür. Sən bala, səni qınamıram. Sən evindəkin tərbiyəsidir, verib səni, sən də davam elətdirirsən. Tərbiyəsiz, əxlaqsız. Tək qalanlar elə hamısı evə kələ soxur. Narahat olma, hamı sənin kimi atası ilə, anası ilə qalıb, padruqamcılda qalacam deyib, oğlanlarla qalmır. Hamını özün kimi bilmə. Bildin, bu dəqiqə tək qalmaq üçün bəhanə axtarsan ki, evə kimisə soxasan. Bu dəqiqə sən də bilsən nədir? Fit. Sən bu dəqiqə gülün bilsən deyir. Bir vedrədə su töksələr xeyir yoxdur. Sən baxa bilsən nə lazımdır? Napor. Napor lazımdır sən baxa bu dəqiqə. Hamını özün kimi bilmə bacı. Dipsə elindən əmanət ol. Tərbiyə mədəniyyət yoxdur ki. Biri bəzənib oturan kimi evə kələ soxacaq. Biri oturan kimi evə falan kəsi soxacaq. Özü bəzənib ancaq elə hərəkətlər edir də. Bədbəxt insanlardırlar, ey Allah haqqı. Nəyin kafasını yaşır, mən bilmirəm. Tərbiyəsiz. Şurum sən boşma. Canım paylaşmışlar. 2 qaylıyla bir dənə oxşarəsində olar qızlar. Eləsə zərə gedəcəksiniz tezləyəcək. O gün biri yorumda yazıb ki, evə belə şeylər aslında paltardan iyi gəlir. Gəlmir aşkım paltardan iyi. Maşın özü sıxır, qurudur. Qəşəng evin istisində quruyur. Qışdır, nə qarmalıyıq? Elə bu uşağın paltarının kombinin üstündə qurudan bunlar deyil. Arada elə yorumlar oxuyuram. Elə bilirəm ki, Allah hamd olsun. Bunlar hamısı